Həyat dizaynı biz vermirik, qərb verir. Aldous Huxley verir. Biz istehlakçıyıq. Sənin peyğəmbərin deyir, vaxtında evlən, övlad sahibi ol, sən bilirsən amma utanırsan. Deməli sənin həyat dizaynı onlar verib, peyğəmbər verib, sən götürməmisən. Düzdür, peyğəmbər sənə həyat dizaynını verib. Biz ondan götürməmişik. Bizim ola bilsin geyimimiz dini və zahirimiz dinidir, amma qəlbimiz məğlub olub onlar kimi fikirləşir. Onlar üçün bu mühümdür. Onlar üçün mühüm deyil sən nə cür geyinərsən, nə cür fikirləşərsən, o mühümdür. Baxın, özünüz oturun bir özünüzlə müsahibə edin. Nə qədər İslami fikirləşirik və nə qədər Aldous Huxley həmin dünya çərçivəsində biz hərəkət edirik, yaşayırıq. Yaşayışımız, geyimimiz, həyat tərzimiz, fikrimiz, düşüncəmiz nə qədər İslamidir və nə qədər odur. Deməli, həyat dizaynı o verir. Baxmayaraq ki, biz müsəlmançılıq iddiasını edirik, amma müsəlman kimi yaşamırıq. Aldous Huxley'nin təsvirə çəkdiyi kölələr kimi yaşayırıq, qul kimi yaşayırıq. Və o həyatdan fəxr edirik, sevinirik və həyatda olmayanları məsxərə edirik. Bir nəfər əgər peyğəmbərin istədiyi kimi yaşamaq istəsə, onu lağ edirik. Məsələn, bizdən evlənirsən, bu həmin Aldous Huxley metodu, onun kölələridir. Onun kölələri bu cürdür. Tom Dayının daxmasında kölələr görsən, bir-birinizə istismar edir, vururlar, döyürlər. Odur, həmin kölədir.